Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvü Kimya İnstitutunun 80 illik yubileyidir və bu yubiley çərçivəsində də bir çox tədbirlər keçirilib ki, bunlardan da biri artıq dünən konferans ki başlayıb, 2 gün davam edəcək bu konferans. Elə bu barədə biz dəyərli qonağımızla həmsöhbət olacağıq. Və artıq qonağımızı təqdim etmək istərdik. Qonağımız Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvü Kimya İnstitutunun direktoru Akademik Dilqəm Tağıyevdir. Sabahınız xeyir olsun, xoş gəldiniz Dilqəm müəllim. İlk öncə sizi təbrik edir bu əlamətlər tarixlə doğrudan da sizin institut üçün çox hazırda əlamətdar bir tarixdir, vacib bir tarixdir və elə istərdi mövzuya tarixdən başlayaq, bir qədər daha əvvəlki zamana nəzər salaq və daha sonra söhbətimizi davam etdirəcək. Təşəkkür edirəm studiya dəvət etdiyinizə görə. Buyurun. İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycan Elmlər Akademiyası 1945-ci ildə təsis olunanda hələ ondan qabaq bir neçə elmi tədqiqat institutu Azərbaycanda fəaliyyət göstərirdi. Və onlardan biri də bizim institutun tarixi sələfi olan Kimya İnstitutu idi. Kimya İnstitutu 1935-ci ilin dekabrın 25-də vaxt SR Elmlər Akademiyasının qərarı ilə yaradılmışdı və faktiki fəaliyyətə artıq 36-cı ilin yanvar ayının 6-sında başlamışdı. Və bu ötən 80 il ərzində institutda bir çox islahatlar keçirilmişdi. Akademiyada olan islahatlar təsirini göstərilmişdi. İnstitutun adı dəyişmişdi, bir neçə institut birləşdirilmişdi və son nəticədə bax bugün yubiley qeyd edilen Kataliz və Qeyri-üzvü Kimya İnstitutu praktik olaraq çox şərəfli bir uzun yol keçmiş Azərbaycanın kimya elmi tədqiqat institutlarından biridir. Bilirik ki, bu şərəfli ömür yolunda eyni zamanda institutun bir çox elmi nəticələri də olub, yüksək nəticələri də olub ki, bugünkü gündə də bax bu elmi işlər davam etdirilir. İstərdik ki, bu əldə olunan uğurlardan da bir qədər bəhs edək. Yenə institutda işləmiş çox şöhrətli alimlər haqqında o adamlar ki, Azərbaycan elmini, kimya elmini çox yüksəkləri qaldırıblar. İlk növbədə onların adlarını qeyd etmək istəyirəm, onları yad etmək istəyirəm. Çünki institutun formalaşmasında, bugünə gəlib çatmasında onların rolu əvəzsizdir. Bunlar ilk növbədə 18 il institutun direktoru olmuş akademiyanın müxbir üzvü Heydər Əfəndiyevidir. Sonra çox şöhrətli alim Akademik Murtza Nagiyev, kimya texnologiyası, nəzərə problemləri institutunun yaradıcısı və ilk direktoru idi. Özə deyim ki, SSR məkanında bu profildə institut yeganə institut olub. Daha sonra hamının çox yaxşı tanıdığı elmin məşhur popularizatoru olan Xudu Məmmədov bu institutda uzun müddət işləyib. Onların gördükləri işlər doğrudan da Azərbaycan kimya elminin qızıl fonduna daxil olan işlərdir. Və hal-hazırda institutumuz kifayət qədər böyük institutdur. Çünki 2002-ci ildə 2 institut Nəzərə Problemlər İnstitutu və Qeyri-üzvü Fiziki Kimya İnstitutu birləşdirildi və o vaxt Kimya Problemləri İnstitutu əvvəl yaradıldı. Sonrası 2014-cü ildə onun adı dəyişdirildi və indiki adı Kataliz və Qeyri-üzvü Kimya İnstitutu adı verildi. İnstitutumuzda əlbəttə bugün üçün də xeyli mühüm nəticələrimiz var. İnstitutda fundamental elmi tədqiqatlar aparılır, həm tətbiqi xarakterli tədqiqatlar aparılır və bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin xüsusi iclasında ümumiyyətlə kimya elmləri bölməsinin, təbii ki, o cümlədən də bizim institutun ümumiyyətlə gələcək perspektivi necə olmalıdır? Gələcək siması necə olmalıdır? Hansı tədqiqatlar institutun simasını göstərməlidir? Bax, bu barədə çox geniş müzakirə oldu. Məsələn, bizim institut, yəqin bilirsiniz ki, bu yaxınlarda o Web of Science şirkəti var. Onlar deməli bir neçə nominasiya üzrə mükafatları təqdim elədilər və ən yaxşı elmi tədqiqat institutları arasında bizim institutun da adı vardı. Məsələn, 4 institutun biri bizim institutdur. Sonra bizim əməkdaşlardan eləsi var ki, onların deməli yüksək istinad dərəcəsinə görə ayrıca mükafatları. Məsələn, bizdə direktorun elmi işlər üzrə müavini Məhəmməd Babanlı, bax elə o qızıl fonda daxil olan, istinadı çox olan məqalələrin müəllifi kimi xüsusi mükafata layiq görüldü. O ki, qaldı konkret elmi tədqiqatlardan söhbət getsə, əlbəttə bizdə əsasən qeyri-üzvü materialşünaslıq sahəsində, sonra kimyəvi kinetika və kataliz sahəsində, ondan sonra kimya mühəndisliyi, kimya texnologiya sahəsində əsas tədqiqat istiqamətləri bunlardır. Burada da gələcək perspektiv istiqamətlərdən söhbət edəcək və əsas o topoloji izolyatorların alınması sahəsində tədqiqatları biz planlaşdırırıq. Çünki bunlar tamamilə yeni tip maddələrdir və bizim alimlər dünya alimləri ilə demək olar ki, eyni vaxtda bu tədqiqatlara başlayıblar, ona görə öndə gedən institutlardan biri sayılır. Bizim institutun deməli şöbə müdürü, həm də bizim Milli Elmlər Akademiyasının vitse-prezidenti Akademik Tofiq Nagiyev, bilirsiniz ki, keçən 2014-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdü. Onun biometrik kimya sahəsində gördüyü sahələr. Sonra Nagiyev effekti
bu dünya ədəbiyyatında olan bir addır, çox məşhur addır, institutda şərəf gətirən addır. Yəni onun apardığı reaksiyanı, sübut olunan reaksiyaya görə Nagy effekti veriblər, o molekulyar azotun fiksasiyasına görə. Çünki bilirsən, molekulyar azot çox davamlı birləşmədir. Onu reaksiya cəlb edilmək şərtindir. Tofiq müəllimin təklif elədiyi o effektə görə o vaxt dövlət mükafatı veriblər. Ondan sonra texnologiya sahəsində müxtəlif o kimya texnoloji proseslərin bunların optimallaşması, modelləşməsi, onların tətbiqi sahəsində işlər xeyli aparılır. Ümumiyyətlə bu işləri çox sadalamaq olar. Bəli, görülən işlər və bilirik ki, elə gələcəkdə də qeyd etdiyiniz kimi, sadaladığınız kimi bir çox görüləcək işlər var. Amma istərdik ki, biz konfrans barədə də səhər tamaşaçılarına məlumat verək. Bilirik ki, 2 gün davam edəcək konfrans, yəni 15 noyabr tarixində artıq konfransın açılışı olub, konfrans öz işinə başlayıb və bugün də davam edəcək. Və bu konfransın əhəmiyyəti, bu konfransda müzakirə olunan mövzular, alimlərimizi düşündürən mövzular hansılar idi? Buyurun. Dünən artıq günün ikinci yarısında həm gənc alimlərin, həm də belə deyək də, yaşlı alimlərin o Nagiyev qiraəti deyilən bir ad altında məruzələr dinlənilib və bu gün də həm qeyri-üzvü kimya sahəsində, həm kinetik kataliz sahəsində o işlər davam ediləcək və biz dünənki o ilk günortadan sonra olan iclasın nəticələrinə görə gənc alimlərin, onların deməli məruzələrinə qulaq asmışıq, xüsusi komissiya işləyib və onların arasında bir neçəsini biz ayıracağıq ki, onlara o ənənəvi olan Nağıyevanda mükafatı təqdim edəcək. Bizim institut hər ilin axırında gənc alimlər arasında belə bir müsabiqə keçirir Nağıyevadan mükafatı uğrunda və ən yaxşı gənclər, söhbət 35 yaşına qədər olan gənc alimlərdən gedir, ən yüksək bal toplamış, yəni müxtəlif göstəricilərə görə onlara biz Nağıyev mükafatını veririk. Bu həm pul mükafatıdır, həm diplomdur. Onu bu günlərim onlara təqdim eləyəcəyik. Bilgən müəllim, siz gənc alimlərdən danışdınız və doğrudan da elə son vaxtlarda sevindirici hallardan biri budur ki, məhz gənclərimiz elm sahəsinə daha çox maraq göstərirlər. Bəs məhz sizin institutda vəziyyət necədir? Yəni ki, gənclərin müraciəti nə qədər olur və yaxud təcrübə keçirmək haqqında istədiyi məlumat verərdiniz? Onu deyim ki, keçən ildən başlayaraq bizim Azərbaycan Milli Elmlər Akademiyasında magistratura təhsili başlayıb və bizim də institutda hal-hazırda 5 magistrant təhsil alır. Özü onu deyim ki, ən yüksək ballı tələbələrdir. Bu yaxınlarda Moskvada Poist qəzetinin jurnalistləri bizim institutda oldular, söhbət edirlər və həmin magistrantdan özlərinə söhbət edirlər. Və çox maraqlı haldır ki, onlar işlərində ən yüksək ballı magistrantlar akademiyaya gəlirlər, düzü təəccüb elədilər. Və indi ona görə gənclər arasında aparılan işlər mənə gəlir ki, institutun son illərində aldığı ən böyük uğurlardan biridir. Gənclərin axını var. Əgər dünən iştirak eləsəydiniz o konferansın açılışında sərgidə, onda görəcəksiniz nə qədər bizim cavanlarımız, gənclərimiz o var qüvvəsindən o işdə aktiv iştirak edirlər. Gənclərimiz müxtəlif mükafatların qalibləri olublar, müxtəlif qrantlar qazanıblar və doktorantlarımızın sayı kifayət qədər çoxdur. Müxtəlif konferanslarda iştirak edirlər, oradan fəxr fərmanlarla qayıdırlar. Yəni gənclər arasında əlbəttə canlanma var, bu da bizi çox sevindirir. Bəli, həqiqətən də çox sevindirir, çünki bugünkü gündə Azərbaycan elmi gəncləşir desək, heç də yanılmış olmarıq və təbii ki, bugün elə sizin də Dilqəm müəllim vurğuladığınız kimi Azərbaycan elmi dünya elminə artıq inteqrasiya edir və bizim alimlərimizlə dünya alimlərinin əməkdaşlığı da əsas prioritet məsələlərdən biridir və istərdik ki, bugünkü gündə institutun elə beynəlxalq əməkdaşlığından da bir qədər məlumat verək. Son illərdə alimlərimiz dünyanın müxtəlif ölkələrində keçirilən konferanslarda, konqreslərdə, simpoziumlarda çox fəal iştirak edirlər, məruzələr edirlər, müxtəlif qurumlarla bizim sazişlərimiz var, müqavilələrimiz var. Keçən il bizim institutda 2 beynəlxalq laboratoriya yaradılıb. Onlardan biri İspaniyanın o Donostia Beynəlxalq Fizika Mərkəzi ilə yaradılan elm mərkəzidir. O birisi də Böyük Britaniyanın və Almaniyanın universitetləri yaradılan ikinci beynəlxalq laboratoriyadır. Yəni rəyasət heyətinin qərarı ilə yaradılmış bu laboratoriyalarda əsas məqsəd elə aparıcı elmi mərkəzlərlə, Avropa mərkəzləri birgə tədqiqatlar aparmaq, yəni bir konkret problem ətrafında multidisiplinar tədqiqatlar aparmaq, yəni müxtəlif sahədə olan alimlərin iştirakı ilə tədqiqatlar aparmaq, birgə məqalələr çap etdirmək ki, bunlar da dünya elminə, Avropa elminə inteqrasiyada çox bir vacib addım sayılır. Və bu sayədə mənə gəlir ki, işlərimiz uğurla davam edir. Biz də sizə bu görüləcək işlərdə də uğurlar arzulayırıq. Təşəkkür edirik ki, bu səhər vaxt tapıb studiyamıza gəldiniz və bir daha təbrik edirik. Bəli, əldə olunan uğurları da elə səhər tamaşaçıları ilə bölüşdünüz. Bir daha təşəkkürümüzü bildiririk, təbrik edirik və uğurlar arzulayırıq. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm ki, vaxtı ayırıb studiyada bizim institut haqqında məlumatı çatdırdınız.